Səhsi də açan bu. Belə müəllimlər, indi mən bu gün sizə ilk mövzudan başlayırıq. Daha sonra dərs günləri haqqında, qrupumuzun dərs günləri haqqında məlumat verəcəm. Dərsin izahına başlayım. Deməli, mövzunu biz Time 2024 kitabından oxuyuruq. Amma konspekti mən hazırlamışam. Konspekt də hər mövzunun konspekti olacaq. Siz o mövzunu daha aydın başa düşmək üçün, yadınızda daha yaxşı qalması üçün. Amma mən tövsiyə edirəm ki, təbii ki, kitabdan da mövzunu tam olaraq oxuyasınız. Testləri deməli Time 2024-dən işləyəcəyik. Əlavə özümün də testlərim olacaq. Bir də müəllimlər sayta da abunə olublar. Saytı mən artıq hər birinizə yollamışam. Yəni bilirsiniz hansı saytdan istifadə edirik. Burada da görüm göstərə bilirəm bir dəqiqə. Bu saytdan da faydalana bilərsiniz. Burada bu saytda da dəqiqə Samir Əliyeva. Baxın bu saytda bax bu paketə daxil olursunuz kurikulum. Bura daxil olandan sonra sizdən qeydiyyat tələb edəcək. Qeydiyyat olandan sonra abunə paketləri gələcək. 1 aylıq, 2 aylıq, 3 aylıq və 6 aylıq paketlər gələcək. Hansı paketlərdən istəyirsinizsə istifadə edə bilərsiniz. Saytda testlər var. Yəni testləri siz saatla həll edəcəksiniz. Məsəl üçün 15 dənə test tutalım ki, 10 dəqiqə, 15 dəqiqə orada vaxt qoymuşuq. Hər testə 1 dəqiqə yarım vaxt qoymaqla saat tənzimlənib. Saatsız da işləyə bilərsiniz. Yəni özünüz orada müddətli, müddətsiz seçirsiniz, saatsız da işləyə bilərsiniz. Amma saatla işlənməsi, yəni zamanla işlənməsi ona görə sizə faydalıdır ki, zamana qənaət etmiş olacaqsınız. Videolar var, mövzular var, testlər var. Yəni saytdan istifadə edəcəksiniz. Saytda abunə olanları kurikulum qrupuna ödənişsiz daxil edirəm. Yəni saytdan istifadə edənlər canlı dərslərdən də istifadə edə biləcəklər. Belə kimə nə qaranlıq qalsa şəxsimə yazar müəllimlər. İndi mən dərsin izahına keçim. Hər mövzunun PDF-i olacaq. Bu PDF-lər qısa konspektdir, amma kitabdan mütləq özünüz də onu oxuyarsınız. Belə başlayaq müəllimlər. Deməli, birinci təbii ki, mövzumuz kurikulum nədir? Kurikulum nədir mövzusunda biz nələri öyrənəcəyik? Kurikulum tərifini öyrənəcəyik, kurikulumun keyfiyyət göstəricilərini öyrənəcəyik, UNESCO-nun keyfiyyət kurikulum üçün meyarlarını, milli kurikulumun prinsiplərini, yəni bunlar haqqında dərsdə ətraflı tanış olacağıq. Gəlin baxaq görək kurikulumun əsas anlayış və funksiyaları nədir? Kurikulum nədir? Kurikulumun məqsədi nədir? Bilirik ki, kurikulum təhsil proqramıdır və təhsilin məzmununu, təşkili, qiymətləndirilməsini əhatə edən konseptual sənəddir. Biz şagirdlərə proqram ilə dərs keçirik. Təbii ki, o proqramı biz təşkil edirik, mövzumuzu öyrədirik, şagirdləri qiymətləndiririk və həmin təhsilin məzmunu şagirdlərin yaş səviyyəsinə, psixologiyasına uyğun olmalıdır. Yəni bu sənəd şagirdin nə öyrənəcəyini və öyrənmə prosesini bizim necə quracağımızı müəyyən edir. Ümumiyyətlə nə öyrənəcəyimizdənsə, necə öyrənəcəyimiz daha aktualdır. Ola bilər biz şagirdə çox şey öyrədək, amma onun təbii ki, yaddaşında uzun müddətli qalmayacaq. Çünki öyrədəcəyimiz metoddan çox şey asılıdır. Amma biz bunu uşağa asan dildə öyrətsək, təbii ki, daimi yaddaşına keçəcək. Kurikulumun təhsildə rolu nədir, önəmi nədir? Təbii ki, təhsilin davamlı inkişafı və iqtisadi artımı üçün kurikulum əsas vasitədir. Yüksək keyfiyyətli təhsil nəticələrinə çatmaq üçün islahatların mərkəzində dayanır bu kurikulum islahatı və həyat üçün minimal bilik və bacarıqları formalaşdırır. Təhsilin məqsəd və vəzifəsi. Müəllimlər, təhsilin məqsədi nədir? Biz nə üçün təhsil alırıq? Nə üçün məktəbi bitirən, ali təhsili bitirən şəxslərə biz təhsilli insan deyirik? Çünki təhsilin məqsədi insanı həyata hazırlamaqdır. Onda tənqidi və yaradıcı düşüncə formalaşdırmaqdır, milli və bəşəri dəyərləri formalaşdırmaqdır. Bu şagirdlərdə həyata lazım olan bilik və bacarıqları
qazandırır. Yəni təhsil bizim şagirdlərə verəcəyimiz sistemləşdirilmiş bilik və bacarıqdır. Məsələn, biz universiteti bitirməsək, bizə ali təhsilli deməyəcəklər. Məsələn, ola bilsin ki, evdar bir xanım olsun, çox bilikli olsun, öz mütaliəsi nəticəsində biliklərini çox artırıb, amma biz ona təhsilli deyə bilmirik. Çünki təhsil elə bir anlayışdır ki, orada sistemli bilik və bacarıq var. Yəni nizamlı bilik və bacarıq var. Biz də bunu proqram vasitəsilə, kurikulum elə proqram deməkdir, müəllimə. Proqram vasitəsilə şagirdlərə öyrədirik. Təhsil islahatlarının əhəmiyyəti və əsas suallar, dünya dəyişikliklərinə uyğun kurikulumun yenilikləri, yəni qlobal dəyişikliklər fonunda kurikulumda düzgün və vaxtında dəyişikliklər edilməsi zəruridir. Baxın müəllimə, dərsliklərimizdə bu il neçə dərslikdə kurikulum təkmilləşdirildi. Məzmun xəttləri təkmilləşdirildi. Bir çox fənni məzmun xəttləri çoxaldı. Fizika fənnində 3 məzmun xətti var idisə, mən öz ixtisasım üzrə deyirəm, amma artıq 6 məzmun xətti var. Daha da genişlənibdir və digər fənlərə də aiddir. Yəni fizikadır, kimyadır, biologiyadır, informatikadır, riyaziyyatdır, həyat bilgisidir. Bütün bu dərsliklər təkmilləşir. Növbəti ildə də digər dərsliklər daha da təkmilləşəcək və bu təkmilləşdirilmiş kurikulum dərslikləri, yəni təkmilləşdirilmiş bu məzmun, bu təhsilin bu məzmunu, yəni təhsilin məzmunu nədir? Yəni şagirdlərə biz nəyi öyrədirik? Təbii ki, şagirdləri daha da deməli inkişaf etməyə yönəlir. Bu islahatlar ilə müasir dövrün tələblərinə cavab verən təhsil təmin edilir. Kurikulumun keyfiyyət standartları və meyarları. Yüksək keyfiyyətli kurikulum aktual, praktik, effektiv və davamlı göstəricilərə malikdir. Yəni biz o zaman o kurikuluma, o proqrama keyfiyyətli deyə bilərik ki, o aktualdır, praktikdir, effektivdir və davamlıdır. Bunlar haqqında da ayrı-ayrılıqda indi izah edəcəm sizlərə və bu standartlar şagirdlərin öyrənməsinin keyfiyyətini daha da deməli artırır və bizim şagirdlərə keçdiyimiz o təhsili məzmunu, o proqram şagirdi daha da formalaşdırır, onu həyata hazırlayır. Baxın müəllimlər, STEM dərsləri var, rəqəmsal bacarıqlar fənni var. Bütün bu dərslər nə üçündür? Şagirdləri həyata bacarıqları inkişaf etdirmək, onları həyata hazırlamaq üçün. Yəni praktik dərslərə daha çox üstünlük verilir. Şagirdlərin öyrənmə prosesi və onun əsas xüsusiyyətləri. Şagirdlərin öyrənmə prosesinə yanaşma və təcrübə. Şagirdlərin maraqlarına uyğun və maraqlı öyrənmə mühitini yaradılmalı. Hər bir şagirdin fərdi ehtiyaclarına, qabiliyyətinə diqqət yetirilərək öyrənmə prosesinin effektivliyini artırmalıdır. Ümumiyyətlə uşaqlar fərqlidir də müəllimlər. Biz bunu növbəti dərslərdə daha geniş, daha ətraflı keçəcəyik. Hər şagirdin öyrənmə tərzi ayrıdır. Onun intellekt səviyyəsi, şəxsiyyət tipi, yəni biz o qədər peşəkar olmalıyıq ki, həqiqətən şagirdin hansı üsulla öyrədəcəyimizi bilməliyik. Məsələn, elə şagird var ki, müəllimə görə o peşəni seçmir və yaxud da müəllimə görə o peşəni seçir. Deyir, mən riyaziyyat müəllimim kimi riyaziyyat müəllimi olacam və yaxud da fikirləşir ki, yox, kimya yaxşı deyil, mən 4-cü qrupa getməyəcəm. Kimyanı oxuya bilmərəm və yaxud da biologiyanı oxuya bilmərəm. Amma müəllimini sevəndə onun fənnini də sevəcək. Biz birinci çalışmalıyıq ki, özümüzü şagirdə sevdirək. Onda biz öz fənnimizi də şagirdlərə daha yaxşı sevdirəcəyik. Təhsildə keyfiyyət standartlarının və prinsiplərinin əsasları. Yüksək keyfiyyətli kurikulum az öncə dedik ki, aktual, praktik, effektiv olmalıdır və şagirdləri inkişaf etdirməyə imkan verir və biz bu sadaladığımız 4 göstərici kurikulumun keyfiyyət göstəricisidir. Yəni bunları indi izah edim. Nədir aktuallıq? Aktual odur ki, qlobal dəyişikliklər və texnoloji inkişaflar fonunda kurikulumda lazımi dəyişikliklərin edilməsi zəruridir. Bu təhsilin aktuallığını, praktikliyini təmin edir. Aktual, yəni müəllimlər, bax deyir ki, bu mövzu aktualdır. Yəni gündəmdə olan bir mövzudur. Nəyə görə dərsliklər dəyişir? Çünki aktual mövzular, daha lazım olan mövzular həmin o dərsliklərə salınmalıdır. Təbii ki, dərsliklərdə problem var. Bunu nazir öz çıxışında da vurğulamışdır. Ümid edək ki, növbəti dərsliklərdə bu səhvlər minimuma endiriləcək. Praktiklik odur ki, bizim şagirdlərə nə öyrədirik?
onu şagird tətbiq etməlidir. Yəni təlim metodlarının, qiymətləndirmə üsullarının müasir və praktik olması şagirdlərin həyat və əmək bazarına hazırlığını artırır, öyrənmə prosesini maraqlı edir. Məsəl üçün müəllimlər, mən orta məktəbdə məsəl üçün riyaziyyatdan elə düsturlar keçmişik ki, onu təcrübədə, yəni həyatımda heç istifadə eləmirəm. Elə bir dəfə müəllim dərs dedi, ondan sonra o mənə lazım olmayıb, istifadə etməmişəm. Amma, məsələn, tutalım ki, bəlkə mənə, evin hər hansı bir, çertyojunu deyim, ya nəsə bir, sahəsini, perimetrini, məsələn, ölçməyə verək, uşaqlar bir də görəcəksiniz ki, onu heç perimetrini ölçə bilməyəcək və yaxud da sahəsini. Ona görə lazımdır ki, biz, elə biliklər verək ki, uşaqlar onu tətbiq edə bilsinlər. Effektivlik nədir? Yəni effektivlik nədir? Yəni onun təsiri olsun. Bizim öyrədəcəyimiz mövzular şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmə səviyyəsini ölçsün. Effektivlik şagirdlərin şəxsi və sosial inkişafına necə töhfə verdiyindən asılıdır. Məsəl üçün, müəllim, effektiv o deməkdir ki, yəni bu nə qədər səmərəlidir. Bu tətbiq olunmuş bu kurikulum əgər səmərəlidirsə, nəticəsi yaxşıdırsa, deməli effektivdir də. Bunun effektivi olduğu. Yəni biz məsəl üçün hər hansı bir dərmanı alanda biz deyirik ki, bunun heç təsiri yoxdur və yaxud da təsiri var. Çox effektiv dərmandır. Eləcə də kurikulum müəllimlər əgər təsiri varsa, töhfə verirsə bizim təhsilimizə, deməli o effektivdir, səmərəlidir, faydası var. Davamlılıq isə odur ki, yəni kurikulum mütəmadi olaraq yenilənir, təkmilləşdirilir, müasir tələblərə cavab verir, uzun müddət davam edir. Məsələn, dərslikləri biz hər il dəyişmirlər də, düzdür müəllimlər? Ehtiyac olduqca minimum 5 ildən bir, yəni dəyişirlər o standartlara uyğunluq ümumiyyətlə minimum 5 illik nəzərdə tutulur. Amma o dərslik ki, 1 il istifadə olunur, o deməkdir ki, yəni həmin o proqram, həmin o kurikulum davamlı deyil. Amma keyfiyyətli kurikulum təbii ki, davamlıdır, daha uzun müddətlidir. Biz onu daha uzun müddətli, deməli, istifadə edirik. Öyrənmə keyfiyyəti və şagirdlərin inkişafı. Bu öyrənmə keyfiyyətinin ölçülməsi təbii ki, şagirdlərin nə dərəcədə effektiv və dərin başa düşülməsi, şəxsi inkişafı üçün istifadə etmələri öyrənmə keyfiyyətinin əsas göstəricisidir. Yəni şagird əgər mövzunu başa düşübsə və bundan istifadə edə bilirsə, deməli keyfiyyətli şəkildə öyrənibdir. İnkişaf üçün təhsil proqramlarının rolu nədir? Təbii ki, şagirdlərin həyat və əmək bazarında uğur qazanmalarına deməli kömək olur, dəstək olur. Onların tənqidi və yaradıcı inkişafına deməli dəstək olur, uğur qazanmasına kömək olur. Bu zaman biz deyə bilərik ki, həmin proqramlar şagird üçün inkişaf edir, şagirdləri inkişaf etdirir. Kurikulum təhsil sistemindəki rolu və məqsədləri nədir? Təbii ki, kurikulum təhsili məzmununun təşkili, qiymətləndirilməsi üçün bunu az öncə də dedik. Deməli, bu sənədləri özündə əks etdirən bir konseptual sənəddir və aktuallığından da danışdıq və təhsilin davamlı inkişafı və iqtisadi artımla əlaqəsi. Əgər müəllimlər biz inkişaf etmiş ölkələrin deməli nə üçün bu qədər inkişaf ediblər? Biz onların o göstəricilərinə baxsaq, birinci təbii ki, göstərici olan təhsildir. Təhsili inkişaf etmiş ölkənin hər sahədə, istər iqtisadiyyat sahəsində olsun, istər maliyyə, istər neft sahəsində, istər səhiyyə, yəni hər bir sahədə uğurlu olacaq. Hər bir şeyin təməlində təhsil durur. Əgər ölkəni inkişaf etdirməlisənsə, birinci təhsili inkişaf etdirməlisiniz. Biz övladlarımızı böyüdürük müəllimlər, əziyyət çəkirik, bağçaya qoyuruq, məktəbə qədərə qoyuruq. Sonra məktəbə qədəm qoyurlar, məktəbi bitirirlər, sonra 4 il universitetdə oxuyurlar. Görün biz demək olar ki, 15 ilimizi, neçə 18 ilimizi, 17, 18, yəni indi baxır magistraturanda oxuyurlar. Görün neçə ilimizi biz təhsilə veririk. Uzun müddətlidir, düzdür? Uzun müddətli biz övladlarımızı oxuduruq ki, hə onlar daha yaxşı yaşasınlar, daha yaxşı qazanc əldə etsinlər. Baxın müəllimlər, telefonuma zəng gəlir. Qrupa daxil olmaq istəyirlər, amma çox təəssüf ki, mən daha daxil edə bilmirəm, çünki dərs izah edirəm. Məlumat da vermişdim.
Deməli, keyfiyyətli kurikulum bəs meyarları nədir? UNESCO tərəfindən bunlar tətbiq olunub. Yəni kurikulum məqsədləri aydın olmalıdır. Yəni dəqiq və anlaşılan məqsədlər olmalıdır. Bilməliyik ki, kurikulum şagirdləri hansı istiqamətdə aparır, yəni nəticələr, uğurlu nəticələr üçün zəmin yaradır. Müasir tələblərə cavab verən olmalıdır, aktual olmalıdır, qlobal dəyişikliklərə uyğunlaşdırılmalıdır, yenilikləri əks etdirməlidir. Həyat və gələcək üçün uyğun olmalıdır. Yəni şagirdlərin həyat təcrübəsi və arzularına cavab verərək onların sosial və iqtisadi inkişafına dəstək olmalıdır. Mədəniyyət və tarixlə əlaqəli olmalıdır ki, milli və bəşəri dəyərləri nəzərə alaraq sosial və iqtisadi irəliləyişlərə töhfə verək. Bu zaman biz deyə bilərik ki, kurikulum keyfiyyətlidir. Baxın müəllimlər, indi robot müəllimlər gəlir. Yəni Azərbaycanda da bir çox özəl məktəblərdə artıq robot müəllimlər var. Robot müəllimlər, yəni biz istəsək də, istəməsək də bu artıq texnologiyanın inkişafına irəli gəlir və bu tətbiq olunacaq. Amma biz buna ay müəllim əməyindən az istifadə olunacaq, bu olmalı deyil, müəllimin yerinə verə bilməz. Ümumiyyətlə insan faktorunun yerini heç nə verə bilməz. Bizi yaradan elə yaradıb ki, bizi heç kəs heç nə, heç bir texnologiya əvəz eləyə bilməz. Məsəl üçün, heç bir texnologiya 20 il, 30 il, 40 il bundan qabaq olan bir hadisəni xatırlaya bilməz. Amma biz xatırlaya bilirik. Məsələn, siz indi orta məktəb illərini məsələn deyim xatırlayırsınız, həmən sizin gözünüzün qabağına sinif yoldaşlarınız, müəllim yoldaşlarınız gəlir. Yəni bizim beynimiz mükəmməldir. 100 milyarda qədər bizim beynimizdə neyronlar var və bizi uşaqlıqdan bizim o neyronlar böyüdükcə, inkişaf etdikcə, beynimiz inkişaf etdikcə o neyronlar arasında əlaqə daha da güclənir. Təhsilli insanların fərqi, digər insanlardan fərqi ondan ibarətdir ki, onlar öz beyinlərini daha da inkişaf etdirirlər və o neyronlar arasındakı əlaqəni daha da artırırlar, daha da gücləndirirlər. Yəni beyinlərini aktivləşdirirlər. Beyin də necə deyim, aclıq kimidir. Biz nə qədər çox yemək istəsək, təbii ki, daha çox yemək istəyəcəyik, doymayacağıq. Beynimiz də elədir müəllimlər. Nə qədər çox oxusaq, bir o qədər çox oxumaq istəyəcəyik. Beynimiz də acır. Amma oxumasaq, məsələn, bir müddət dərs oxumayın, sonra sizə bir vərəq belə oxumaq sizə çətin gələcək. Amma insan var ki, bir günə bir yarım kitabı oxuyur bitirir. Çünki artıq onun üçün rahat gəlir, asan gəlir. Amma oxumasaq beynimiz nədir? Tənbəlləşəcək. Ümumiyyətlə bizim beynimiz elastikdir. Plastik deyil, elastikdir. Biz onu istəsək inkişaf etdirib daha yüksək nəticələr əldə edə bilərik. İstəməsək heç. İnkişaf etməliyik təbii ki. Sonra davamı, deməli, milli kurikulumun prinsipləri, 6 prinsipi var. Bu prinsipləri artıq hər birimiz bilirik. Şagird yönümlülük, şəxsiyyət yönümlülük, nəticə yönümlülük və inteqrativlik. Sonra tələb yönümlülük və qiymətləndirmə prinsipi. Bu prinsipləri haqqında artıq hər birinizin məlumatı var. Şagird yönümlü odur ki, şagirdlərin maraqlarına, tələblərinə uyğun təşkil olunmalıdır. Yəni, baxın müəllimlər, siz indi bu dərsə nə üçün daxil olmusunuz? Çünki sizin marağınız var, düzdür? Sizin marağınız olmasa, təbii ki, bu dərsə daxil olmarsınız. Eləcə də şagirdlər də elədir. Şagirdlər üçün biz dərsləri daha maraqlı, daha onların tələblərinə uyğun etməliyik ki, onları inkişaf etdirə bilək. Şəxsiyyət yönümlülük odur ki, baxın müəllimlər, məktəbdə biz nəinki təhsilli şagird, həm də biz onları tərbiyə edirik. Onların beynini inkişaf etdiririk. Ünsiyyət, psixomotor bacarıqlarını inkişaf etdiririk. Biz bu Bloom taksonomiyasında idraki ünsiyyət və psixomotor bacarıqları daha geniş ətraflı keçəcəyik. Bunlarla bərabər şagirdlər bizim dəyərləri, milli dəyərləri unutmalı deyil. Bizim dəyərləri üstün tutmaqla bərabər bəşəriyyətin, yəni dünyanın, digər xalqların da dəyərlərinə hörmət bəsləməlidirlər. Nəticə yönümlülük nədir müəllimlər? Baxın biz dərs zamanı nəticələr əvvəlcədən əlimizdə olmalıdır. Yəni əvvəlcədən nəticə əlimizdə olmalıdır ki, hara gedəcəyimizi bilək. Mən hər zaman bu nəticəyə bir
işıq kimi baxıram. Yəni yolumuza bir işıqdır. Əgər biz nəticəni bilməsək, yolumuz qaranlıq olacaq müəllimlər. Məsələn, mən bu dərsə hazırlaşmazdan öncə, dərsə başlamazdan öncə təbii ki, hazırlaşmışam. Mən bilirəm ki, mən dərsin sonunda hansı nəticəyə nail olmalıyam, mövzunu necə izah etməliyəm. Mənim əlimdə dərsimin sonunu qabaqcadan bilməsəm, mən sizə keyfiyyətli dərs keçə bilmərəm. Eləcə də sizlər də dərsin sonunu yaxşı bilməlisiniz ki, şagirdi hara doğru aparacağınızı təbii ki, biləsiz. Bu sizin üçün nəticəni əvvəlcədən bilmək, bu sizin üçün bir işıqdır. Sizin üçün bir mayaqdır, bir yoldur. İnteqrativlik təbii ki, müəllimlər, biz bir fənni öyrənəndə tək o fənni öyrənmirik, digər fənlərlə də əlaqəsini öyrənirik, həyatla əlaqələndiririk. Yəni bütün təhsilin məzmunu bir-biri ilə əlaqəlidir, həyatla sistemli şəkildə əlaqəlidir. Tələbyönümlülük müəllimlər, baxın fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələbatlarına nəzərə alınmalıdır tələbyönümlülük. Əgər müəllim müasir metodlarla dərs keçmirsə, mən 20 il belə keçmişəm, bundan sonra da belə keçəcəm, o daha belə uşaqlara maraqlı olmayacaq. 20 ilin uşaqları başqa cürdür, indi uşaqlar tamam başqadır. Mənim evdə 4 yaşlı bir balaca qızım var. İnanın telefonu bir də görürəm məndən yaxşı idarə eləyir həqiqətən. Başa çıxır. Yəni 4 yaşlı uşağın nə başa çıxacaq? Mən ona telefonu demək olar ki, gün ərzində saatla verirəm ki, o lap telefondan da mən onu necə deyim, imtina edə bilmirəm. Çünki bu mümkün deyil. Mən elə eləməliyəm ki, o ondan faydalı istifadə etməyə başlasın. Yaxşı, məsələn, xarici dildə, rus dilində, ingilis dilində cizgi filmləri olur. İcazə verirəm ki, onlara baxsın, biraz dili başa düşsün. Nağıllardan qoyuram. Yəni baxıram ki, maşallah məndən yaxşı. Bir dənə qalıb ki, orada YouTube-da o hərfləri yazsın. Biraz da hərfləri biləndən sonra məktəbə hazırlığa gedəndən sonra onu da rahat şəkildə yazıb özü üçün hər bir şeyi tapa biləcək. Yəni dövrün dəyişən tələbatı budur. Biz bunun qarşısını ala bilməyəcəyik. Siz də övladınıza evdə telefonu qadağa qoysanız, inanın ki, o müəyyən bir üsulla onu necə deyim, istifadə etməyə yol tapacaq. Amma biz çalışmalıyıq ki, uşaqlara o telefondan istifadə qaydalarını, telefonda internetdən nədən faydalana bilər? Yəni bunu başa salmağımız daha doğrudur. Məsələn, yaxşı Duolingo proqramı var. Yəqin ki, bir çoxlarınızın məlumatı var. Orada rus dilidir, ingilis dilidir, digər Çin dilidir, Koreya dili, yəni bütün bunlar hamısı öyrədilir. Çox sadədən başlayır. Çox yaxşı bir proqramdır. Sonra məsələn indi BSG-lər deməli 4-cü və 6-cı sinifdə BSG-lər artıq elektron qaydada bütün məktəblərdə elektron qaydada keçiriləcək. Eyni vaxtda keçiriləcək Teams proqramı ilə. Bu təbii ki, dövrün, cəmiyyətin, dövlətin dəyişən bir ehtiyac və tələbatlarıdır ki, biz bunu nəzərə almalıyıq. Qiymətləndirmə təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Biz şagirdləri qiymətləndiririk. Biz bunu qiymətləndirmə bölməsində daha geniş keçəcəyik. Qiymətləndirməni Bakı şəhərində elektron jurnal vasitəsilə aparırıq, amma rayon məktəblərində hələ ki kağız jurnalda siz onu həyata keçirirsiniz. Çox güman ki, növbəti ildən də artıq rayon məktəblərində də, region məktəblərində də elektron jurnal tətbiq olunacaq. Yəni elektron jurnal həqiqətən də çox rahatdır, amma bunun üçün gərək bütün məktəblərdə deməli bütün sinif otaqlarında bir dənə kompüter olsun ki, müəllimlər rahat şəkildə deməli o internetdən istifadə edərək bütün qeydlərini elektron jurnallarda aparsın. Belə müəllimlər, diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun. İndi isə istəyirəm ki, sual-cavab edim. Görün bu mövzunu necə mənimsədiniz. Videonu istəyirəm dayandırım. Sual-cavabı isə, çünki bunu YouTube kanalında yerləşdirəcəm müəllimlər. Sual-cavabı isə amma qrupdan çıxmayın, sual-cavab edəcəm indi sizə. Diqqətiniz üçün təşəkkürlər.